Sabah futbol klubunun qapıçısı Nicat Mehbaliyevin toyudur. Bu haqda klubun sosial şəbəkə hesabında məlumat verilib. Qapıçımız Nicat Mehbaliyev ailə həyatı qurub. Sabah futbol klubu bu münasibətlə Nicatı təbrik edir, ona xoşbəxt ailə həyatı arzulayır. Məlumatda qeyd olunub. Aparıcı Zaur Kamalın oğlu Bartu Kamal bugün yayımlanan həmin Zaur verilişində gözlənilməz açıqlaması ilə diqqət çəkib. Bartu atasının ona ad gününə kimi avtomobil almayacağı təqdirdə efiri tərk edəcəyini bildirib. Səninlə bir mövsüm işlədim, əziyyət çəkdim. Tamaşaçıların sevgisi ilə reyting qazandıq. Bu mövsüm mənə avtomobil almasan səninlə birgə işləməyəcəyəm. Ad günümə kimi maşın olmasa verilişdən gedəcəyəm. Martın 9-unda ad günümdür. Birinci gün elə səhnəni tərk edəcəyəm. Zaur Kamal isə oğlunun bu çıxışına gülümsəyərək sadəcə baxarıq cavabını verib.